İncil, insan məhsuludur, mənim əzizim, onu Allah yazmayıb. İncil bizim başımıza göydən düşməyib. Qaranlıq zamanların bu tarixi xronikasını insan yaradıb, sonra ona çoxlu sayda dəyişikliklər və əlavələr edilib, müxtəlif təfsirlər və tərcümələr olunub. Tarixdə bu kitabın orijinal variantı heç vaxt mövcud olmayıb. Bax, əsl ironiya budur, xristianları da elə bu sındırır, təhqir edir. Biz indi bilirik ki, İncil Roma İmperatoru Böyük Konstantin tərəfindən müxtəlif bütpərəst mənbələrindən istifadə edilməklə tərtib olunub. Mənsə düşünürdüm ki, Konstantin xristian olub. Elə deyil, o, bütün ömrünü bütpərəst kimi yaşayıb. Yalnız ölüm ayağında olanda onu xaç suyuna çəkiblər, yəni etiraz etməyə sadəcə gücü olmayıb. Konstantinin dövründə Romada rəsmi din günəşə sitayiş idi. Əsal Invictus kultu yaxud məğlub edilməz günəş. Konstantin isə baş kahin olub. Bədbəxtlikdən o zamanlar Roma imperiyasını dini zəmində ixtişaşlar bürümüşdü. İsa Məsihin çarmıxa çəkilməsindən 300 il sonra onun ardıcılarının sayı xeyli çoxalmışdı. Xristianlar bütpərəstlərlə döyüşürdülər və konflikt o qədər böyüdü ki, Romanın iki ayrı dövlətə bölünmək təhlükəsi yarandı. Konstantin anlayırdı ki, necə olursa olsun bu vəziyyətdən mütləq çıxmaq lazımdır. Və o, bizim eranın 325-ci ilində qərara gəlir ki, Romanı bir din altında birləşdirsin. Bu din xristianlıq idi.